İbrahim'in, İshak'ın, Davud'un dinine uymak, o dinde olmak ne anlama gelir? Bugün onun derin boyutlarını anlatacağız. Bunu zahiri ayetlerde hamınız okumuşsunuz. Bilirsiniz orada İbrahim'in bütleri kırması, bütleri paramparça etmesi var. Bu zahiri anlamda, yani insanların ağaçtan yonduğu bütlere tapmaları kimi bilirsiniz. Bir de insan, her bir insanın bütleri var ağlında, beyninde. Bu şuurdaki bütler nelerdir? Bu bütler Lat-ı Zamanat bu bütleri deyilir. Bu bütler insanın görməsi, eşitməsi, duyması, bunları təsadüf zənn etməsi, bunları madde şeklinde görməsi bütlərdir. Her bir insanın başında, ağlında olan, şuurunda olan bütlərdir. Bir de güc bütü var. Davranış bütü. Mən ettim deyir. Mənim gücüm, mən gücümlə bu pulu kazandım, ağlımla bu bilgini elde ettim. Bak, bu da bütlərdir. Mənlik bütü. En qalın pərdə də mənlik bütüdür. Yani elə bilir təsadüfən bu bədəni idarə edir, bu bədənlə yaşayır. Yani bunları Allah'tan bilmir, Allah'tan ölçülü qalır. Bədən bütünün içində öz gücünə arxalanmaq, öz gücünü bilmək, gücü bədəndən bilmək, özündən bilmək bütdür. Ağlın bütüdür. Bu bütlərdən qurtulan, her şeyi Allah'a təslim edən, özündə olan bütün davranışlarını, səsini, görməsini, yeməsini, içməsini Allah'a təslim edənə İbrahim dinində, Hənif dinində olan deyilir. Bütün Nəbilər, Rəsullar hamısı Hənif dinindəydi. Yani